Bu sözü ərəb dilində ən yüngül etiraz ifadəsidir. Ən yüngül, yəni ondan yüngülü yoxdur. Ona görə İbn Abbas, Peyğəmbər sallallahu əleyhi və səlləmin əmisi oğlu, deyir ki, ərəb dilində başqa bir yüngül etiraz sözü olsaydı bundan da yüngül, Allah onu istifadə edərdi Qurani-Kərimdə. Yəni ən yüngül, ən balaca etiraz sən valideynə göstərə bilmərsən. Allah Subhanahu va Taala Qurani-Kərimdə bizə bunu buyurur. Və bu münasibət valideynə məhz Allah üçün olmalıdır. Yəni hətta valideyn dində olmasa, kafir olsa belə, müşrik olsa belə, Allahdan qeyrisinə ibadət eləsə belə, sən eyni münasibət onunla saxlamalısan. Ona görə başqa ayədə Allah Subhanahu va Taala buyurur ki: "Və in cahadaka ala an tushrika bi ma laysa laka bi ilm." Əgər onlar, ata və ana, sənin ilə vuruşsalar, yəni məcbur eləmək istəsələr səni, məni şərik qoşasan, ən böyük günah Allaha şərik qoşmaq. Fələ tutihuma, onlara itaat etmə. Sonra Allah Subhanahu va Taala buyurur: "Və sahibhuma fid dunya ma'ruf." Lakin buna baxmayaraq, onlarla bu dünyada yaxşı davran.